Başladı. Yerin yaşı necə tapılıb? Dediyimiz kimi planetar mərhələ neçə milyard il davam elədi? 4,5. Cəmi neçə yaş oldu? 7 milyard il. İndi bu yaşı necə müəyyən edirlər? Bir nisbi yaş, bir də mütləq yaş. Baxın, çox gözəl bir izah verəcəm sizə. Nisbi yaş suxurların yatım arzusudur. Məsəl üçün, A suxuru, B suxuru, C suxuru. Üstdəki suxur ən cavandır. Cavandan qədimə doğru sırala deyilirsə A, B, C. Qədimdən cavana doğru sırala C, B, A. Belə bir test düşəcək, qabağımıza çıxacaq dildə. Sonra, nisbi yaş, yəni qədim bitki, heyvan qalıqlarının onların hesabına öyrənilir. Bunu da öyrənən elm sahəsi var, bu da adlanır paleontologiya. Qədim bitkilərin daşlaşmış dinozavr skeletləri falan, belə deyək, fosillər, qalıqlar. Bunlar əsasında öyrənən elm adlanır nə? Paleontologiya. Bəs mütləq yaş nədir? Mütləq yaş radioaktiv elementlər var. Onların parçalanması hesabında. Məsəl üçün, uran neçəsə bir ilə parçalanıb quruluşuna çevrilir. Bu radioaktiv elementləri əzbərləyəsiniz. Uran, radium, bir də torium. Yəni, buna əsasən yerin mütləq yaşı müəyyən edilir. Nisbi yaş necə oldu? Yatım ardıcılığı. Üstdəki ən cavan, altdakı ən yaxın. Yadda qalar mı? İndi keçək yerin geoxronoloji cədvələ. Bax, bu cədvəli çox açar sözlü sizə bir izah verəcəm. Yerdə ən böyük zaman vahidi eondur. Eon. Eon bölünür eraya. Era bölünür isə dövrə. İndi iki dənə eon var. Birinin adı fanerozoy. Birinin adı isə kriptorozoy. Fanerozoy nə deməkdir? Aşkar. Kriptorozoy nə deməkdir? Gizli. Kriptorozoy özlüyündə iki dənə era bölünür. Arxey və protorozoy. Arxey 2 milyarddan artıq davam edir, yəni plus qoyuram. Protorozoy isə 2 milyarda qədər, yəni minus qoyuram. Cəmlikdə ikisi təxminən bir yerdə 4 milyarda davam edir. Fanerozoy özü 3 yerə bölünür, yəni 3 eraya. Paleozoy, mezozoy, kaynazoy. Paleozoy 345 milyon il, mezozoy 170 milyon il, kaynazoy isə 65 milyon il. Baxın, cəmin hesablayaq 2 milyarda qədər, təxminən 3.8, 345, 170, 65. Bunları da götürürəm 550. Toplayanda edir 4.5. Bəli, bu yerin geoloji, yəni yaşıdır. Geoloji mərhələ neçə oldu? 4.5. Yuvarlaq olaraq hesablayanda düz çıxır. İndi bir dənə bu səsdə qalır. Belə mesaj gəlmək. Cümat. Bəli. Demək, arxeydə dövr yoxdur. Protorozoyda dövr yoxdur. Arxeydə dövr yoxdur. Demək, paleozoyda Kembri, Ordovik, Silur, Devon, daş kömür, Çox sözü başa düşdürmədim o yazıları. Yox, onu elə belə yazıram. Kitabda var da. Kembri, Ordovik, Silur, Devon, daş kömür, peri. Əzbərləyəndə qədimdən cavana doğru əzbərləyir. Mezozoyda olacaq. Tiryas, Yura, Təbaşir, Kaynozoy, Paleogen, Neogen, Antropogen və yaxud 4-cü dövr. Bu formada yazmışam ki, gedib axtarıb baxam ki, görək bunu nə yazmışam. Qədim Yunan dilində yazmışam. Demək, indi nə baş verdi? Nə baş verdi? Nə verir baş? Demək, arxey dövründə nə baş verəcək uşaqlar?
güclü vulkanizm, yəni vulkan püskürməsi və ilk bakteriya. Elementlərdən isə nə əmələ gələcək? Dəmir, əsas dəmir. Mən yazdıqlarını demək, güclü vulkanizm, qədim qırışıqlıq, yadınıza salın. İlk bakteriyalar və vulkanlar. Proterozoyda nə baş verəcək? Demək, bakteriyalar inkişaf edəcək. Bakteriyalar Pilius qabağına qoyuram. Yəni Promax olacaq, inkişaf edəcək. Ultramega. Yenə də dəmir filizləri, mis filizləri, polimetal filizləri olacaq. Və sonra keçdik paleozoida. Bax, burada açar sözü verirəm sizə. Paleozoid hansı heca ilə başlayır? Əzizəm, hansı heca ilə başlayır paleozoid? Pan, Geya, parçalandı. Bax, pa. Paleozoida nə oldu? Pangeya parçalandı. Bax, bunu yaxşı yadınıza salın. Çox vaxtı qəbul testlərinə də düşür. Pangeya nə vaxt parçalandı? Paleozoida. Sonra çılpaq toxumlular. İlk nə yarandı? Çılpaq olur da. Sonra bunlar örtünür. Mezozoida örtünür. Abraham mezozoida gəlir. Çılpaq toxumlular. Və nə yaranır burada? Bitki varsa, bitki qalıqları toplanıb nə yaradacaq? Yanan faydalı qazıntılar. Məsələn, birini yazıram. Neft. Daş kömür. Bəli, daş kömür. Yanaşır. Mezozoid hansı hərfdən başlayır? M. Müasir materiklər. Bax, gördünüz? M. Müasir materiklər yaranır. Yəni, Pangeyanın hissələri Lavrasiya və Gondwana parçalandı. Və çılpaq toxumlar nə ilə əvəz olundu? Örtülü toxumlulardır. Örtülü toxumlular. Və nə yarandı əlavə olaraq? Nəhəng sürünənlər. Həm inkişaf elədi, həm də məhv oldular. Yəni öldülər. Mezozoid belə. Mezozoidda da yenə faydalı qazıntılar davam etmişdi. İndi gəldik Kaynozoya. Kaynozoyda Tetis okeanı parçalandı. Tetis okeanının qalıqları hansılardır? Xəzər dənizi, Aral gölü, Azov dənizi, Qara dənizi, Mərmərə dənizi, Egey dənizi, Aralıq dənizi, Adriatik, İon, Tirren, Liguriya, Aralıq dənizinin tabeliyində olan bütün dənizlər Tetis okeanının qalığı hesab olunur. Sonra Kaynozoyda ən vacib nə yarandı? Hal-hazırda siz qulaq açırsınız. Siz kimsiniz? Adam. İnsan yarandı. İnsan yarandı. Bəli, indi